Yiyəndən sonra şəkər pikantda çatmasını əngəlləmək adına edilən ya yürüyüş ya da halvız əgər imkan vermirsə, bir dənə başqa hərəkət vardı, onu tam əzbər bilmirəm. Mən məsələn yeni bir yöntem olaraq həmişə yeyəndən sonra yürüyüş yapın məsələsini eləməmişəm. Çünki əksər adamlar da təsdiqləyər ki, yeyəndən sonra adamın yuxusu gəlir. Bu elə şəkərin qalxması ilə də bağlı ola bilər. ChatGPT-nin yalancısıyıq. Məsələ orasındadır ki, həmin şeyi təzəlikcə eşitmişəm. Mən bir ara paylaşırdım müəyyən yeməyə, çaya, hər şeyə, qidalanmaya aid müəyyən bir şeylər. Onları da təzə dinlədikcə bir eyni ilə də paylaşırdım. Və özümə gelişdirdim təzə yöntem pilates topu ilə bir şeylər eləmək olurdu. Çünki yemək yeyəndən sonra həmən yürüyüş yapmaq məndə indiyəcən alınmayıb. Çox nadir hallarda yəqin ki eləmişəm. Çünki yeyəndən sonra bu və ya digər səbəbdən təbii ki şişkinlik baş verir. Hamıda təkcə yuxu gəlmir yox. Sadəcə süst olursan, tənbəl olursan, ac olanda beyninin daha yaxşı işləyə olması, bədənin daha hərəkətli olmasına bağlı çox adam da təsdiqləyər ki, mən ac olanda özümü daha yaxşı hiss edirəm. Bu da var məsələ. Ya 5 saatdan bir yemək kimi şeylər. Tutaq ki, yeyəndən sonra telefona baxıramsa, həmin o məsələni öyrənəndən sonraki şəkər pik hətta qalxmasını əngəlləyim bir şəkildə. Ya dərman atın, ya insulin vurun. Şəkər xəstələri üçün. Çünki şəkər xəstələri də öz paralelində bir sıra başqa peşi sıra sağlamlıq digər sağlamlıq problemlərini də gətirir. Uzun sözün qısası, pilates topu olsun, başqa şey. Təbii ki, yandan sonra durub hər hansı bir hərəkətli squat eləyə bilməyəcəksən də, yəqin ki, ya divara söykənib, ya bir yerə söykənib, stul deyəsən kilolulara dedilər ki, stula söykənə bilərsən. Bu kimi şeylər eləməyəcəyinə görə uzanıb, əgər ki oyun oynayırsansa telefonda ya videolar izləyirsənsə, pilates topu ilə idealdır da bəzi özünə gelişdirdiyin şeylər. Ən azından mən bunu tapmışam təzəlikcə. Belə yəni 3 dəqiqəyə qədər çox şey danışa bilərəm deyib də çox şey danışmaq onsuz da istəmirəm. Onsuz da bu mövzulara ara sıra toxunuruq da. Şəkəri tərk et, stresi yönət. Başqa nə idi? Bol su iç, hər yerdə artıq əzbərlədiyimiz, amma uygulaması o qədər də əzbərləmək qədər rahat olmayan bir şeylər. Bugün də soyuq havalardan biri idi. Hansı işləriniz görülüb, alınıb, hansılar alınmayıb, ertələnib. Uğurlu olmasını diləyirəm. Özünüzə yaxşı baxın. Hələlik salamat qalın.